Ladies and gentlemenlar. Neynir abi? Ladies and gentlemenlar. Bugün də part 4 bizim Oxford sualları. Təzədən salam, müəyyən səbəblərdən video kəsməli oldum, amma onlar yenə orada səs salırlar. Deməli bizə 12 bucaqlı veribdi. Malik 12 bucaqlı verib burada. Xarici çevrə çəkilibdi. Çevrənin radiusu 1-dir. Sahəsini soruşur 12 bucaqlının. 12 bucaqlını çəkmək çətindir deyə bura əlavə elədim 12 bucaqlı şəkli. Deməli çox bəsit bir məntiqi var. Nə edirik? Bütün böyük diaqonallarını çəkirik. Qırmızı ilə çəkək ki, bəlli olsun. Bütün diaqonalları çəksə nə baş verir? Bu diaqonallar onu 12 dənə kongruent üçbucağa ayırır. Elə. İndi şəkildə tam olaraq oturur. Çevrəni də gətirib xaricinə çəksək. Biraz daha böyük. Nə baş verir burada? Nə baş verir burada? Çevrə varmış kimi, toxunurmuş kimi düşünək bütün bu tərəflərinə. Çünki bu şəkildə mümkün deyil tam olaraq otuzdurmaq. İndi nə baş verir? Bura toxunuraq, bu təpə nöqtəsinə toxunur. Bu ümumi bizim diametrimizdə. Bütün diaqonallar, bu 12 dənə burada 12 dənə diaqonal var olan hamısı bizim diametrimizdir. 12 deyil 6. Nəysə saymayacağım bir də neçə diaqonal var. Hamısı diametrimizdir bizim. Və bizə deyir ki, radius 1-dir. Radiusu 1 vermişdir. Radiusu 1 veribdirsə diametri 2-dir. Bura 1-dir, bura 1-dir. Mənə nə lazımdır? Mənə lazımdır ki, 12 bucaqlının bir daxili bucağı neçə dərəcədir? Bunun üçün neyiniyə xarici bucaqlardan tapaq? Çünki daxili bucaqlardan düsturla uzun çıxır. 360-ı neçəyə bölürük? 12-yə bölürük. Və bir xarici bucağını tapmış oluruq. 360-ı 12-yə böləndə bir xarici bucağım 30 verir. Bir xarici bucağım 30-dursa, daxili bucağa 150 dərəcə qalır. Deməli, bizim bir daxili bucağımız 150 dərəcədir. Bu, tapdıqdan sonra bir daxili bucağın 150 dərəcə olmasını bizim burada diaqonalımız tənböləndirmi? Bəli. Onda bu diaqonal niyə tənbələndə onu da göstərim tez. Yaxşı, buradan belə bir şey çəksə, bu düzgün 12 bucaqlı olduğuna görə bu bərabəri yanlıdır və bu diaqonal bunun tənböləni olmalıdır. Deməli, bura nə qədər qalır? 150-nin yarısı 75-dir. Bura 75 dərəcə qalır. Eyni də burada 75 dərəcə qalır. Bura 75-75-dirsə, bura 30 dərəcədir. Gəlin indi sadəcə bu üçbucağın sahəsini tapaq və bu üçbucaqdan 12 dənə olduğu üçün bu üçbucaqdan 12 dənə olduğu üçün birini tapsaq 12-yə vursaq cavabımız çıxır. Bizim üçün S düsturu var idi. S bərabərdir A, B sinüs alfa. Hündürlük çəkib tapa da bilərik, uzun çəkər. Sinüs alfa. O da bərabərdir. Dediyimiz kimi bura 1-dir, bura 1-dir. Arasındakı bucaq 30 dərəcədir. Sinüs 30. 1 vurulsun 1. Sinüs 30 bərabərdir. 30 bərabərdir 2-də 1-ə. AB sinüs alfa böl 2. Vurulsun 2-də 1 bölünsün 2. Sinüs 30 silim çox qarışdı bura. Bölünsün 2, bu bərabərdir 4-dən 1-ə. Deməli, bu bir kiçik üçbucağın sahəsi 4-dən 1-dirsə, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 ədəd bu üçbucaqdan var. 12-ni
4-dən 1-ə vuranda, deməli ümumi dodekagonun sahəsi bizə verir 3-ü. Belə. Sağ olun, salamat qalın. Bu da 4-cü, inşallah 30-a qədər yolumuz var.